bunu insan həqiqətən özü də edə bilər. Sadəcə burada nə baş verir? Nevroz olan insanlar get-gedə daha da qorxacaq insanlara çevrilirlər. Yəni lazımdır siz qorxacaqdan yavaş-yavaş cəsarətli insana çevriləsiniz. Yəni nələrsə etdikcə insanlarla ünsiyyətdə yoxları daha çox dedikcə, istədiklərinizi elə bilin daha yeridən də öz istədiklərinizi bunları etdikcə siz dala çəkilməyəsiniz o insanların sizə münasibətinin dəyişməsini görəndə. Çünki onlar zamanla sizə uyğunlaşacaqlar. Siz necə uyğunlaşdınız onların tələblərinə? Düzdürmü? Yəni məcbur buraxdınız da özünüzü. Amma əslində məcbur deyildiniz də. İndi bu da onun müdafiə mexanizmidir. Niyə? Niyə hər şey tabe olur? Hər bir qadağaya, hər bir məcburiyyətlərə razı olur, boyun ələyir. Bir dənə ona görə ki, əldə etdiyi nə varsa, ərdir, uşaqdır, nə bilim nələrdirsə də o insanların ona xoş münasibətini itirməsin. Amma halbuki burada xoş münasibət nələrin bahasına alınıb. Yəni ki, siz nələr ödəyirsiniz, siz nələr verirsiniz ki, o sizə istədiyiniz o davranış müəyyən qədər hər zaman gördüyünüzü onlardan görəsiniz. Yəni əslində bu nevroza gətirib çıxarırsa, deməli bu qədər özünə göz yummaq tələbatlarına, istəklərinə, psixikanın oyunlarına getməmək falan. Yəni bunların hamısını nəzərə almaq lazımdır. Bunlar hamısı bu səbəbləri aradan qaldırdıqca nevroz da yavaş-yavaş insandan uzaqlaşmağa başlayır. Nevroz ola bilər, panik ataklar, yenə deyirəm, OKP